Bizim cəmiyyətdə elə mövzular var ki, hamı eyni şeyi yaşayır, amma danışanda fərqli cür danışır. Qadının rəfiqəsi. Qadının rəfiqəsi olmamalıdır. Elə evli qadının nə işi var rəfiqə ilə? Yəni ümumiyyətlə, Hə, evlənibsə otursun evində. Rəfiqə ailəni dağıdar. bəs qadının dərdi olanda nə etməlidir? Əri var da, yetər. Başqasına danışmaq ayıbdır. Psixoloqlar deyir ki, insanın danışmağa ehtiyacı var. Psixoloq filan boş şeydir. Qadın qadınla danışsa, axırı yaxşı olmaz. Yəni problem rəfiqədə yox, qadındadır. Əlbəttə, qadın çox danışmamalıdır. Amma maraqlıdır. Statistik olaraq ən çox boşanma səbəblərindən biri də ünsiyyətsizlikdir. Mən statistikaya inanmıram. Qədimdə bunlar yox idi. Bəlkə də problem rəfiqənin olmağında yox, münasibətdə güvənin olmamağındadır. Mən yenə deyirəm, qadının rəfiqəsi ailəyə zərərdir. Sizcə doğrudan da problem rəfiqədədir, yoxsa düşüncə tərzimizdə?